Salam, videoma xoş gəlmisən. Bu gün səninlə motivasiya olmadan belə necə dərs oxumaq olar, onu göstərəcəm. Əgər bu cür videolara gəlmək istəyirsənsə, kanalıma abunə ol. Bir şey açıq deyim ki, mən çox motivasiyalı olmuram. Bəzən heç kitaba belə baxmaq istəmirəm, kitabın üzünü belə açmaq istəmirəm də. Amma zamanla hər şeyi başa düşürəm ki, motivasiya deyə bir şey, motivasiya gələcəyimi, motivasiyanı gözləyəcəm deyə bir şey yoxdur. Motivasiya gözləyən adam, yadınızda saxla, motivasiya gözləyən adam heç zaman başlamır. Motivasiyanı gözləyəcəksən, gələcəyindən varmış olacaqsan. Motivasiya gələcək, mən öyrənəcəm deyə bir şey yoxdur. Motivasiya həmən dəqiqə gəlməli, 5 dəqiqə, 10 dəqiqə sonra yox. Həmən dəqiqə sən dərs oxumaq istəyirsənsə, həqiqətən də motivasiya almaq istəyirsənsə, həmən dəqiqə fikirləş ki, həmən dərs oxuyum. Dur oxu. Gözlə, 5 dəqiqədən oxuyaram, 10 dəqiqədən oxuyaram. Motivasiya gözləyən deyə, motivasiyam yoxdur. Ən çox sözlər bunu deyirlər. Motivasiyam yox idi deyə oxumadım. Nədir bu? Motivasiya deyilən, motivasiya gözləyən adam heç çox başlamır. Bəzən adam beyninə belə suallar gəlir ki, dərsə necə başlayayım? Dərsə başlamazdan əvvəl ilk etdiyim şey, telefonu səssiz atmaq. Əgər telefon yanımızda olanda, belə deyim də, telefon insan var ki, yanında olanda iradəsi ona çatır, telefona baxmamağa deyirəm. Məsələn, dərs oxuyur, iradəsi çatır ki, mən dərs oxuyuram. Mən dərs oxuyuram, mən telefona baxmalı deyiləm. Amma elə adam da var ki, telefona baxır, dərsin arasında tutur telefona baxır. O əslində düzgün bir şey deyil. Mənə görə düzgün bir şey deyil. Çünki sənin fikrin o dərsdədir. Məsələn, dostum bir reels göndərdi, dostum bir video göndərdi. WhatsApp-a girin baxın, kim paylaşıb, kim nə paylaşdı. Dərslərini qutar, ondan sonra yenə baxarsan. O daha yaxşıdır. Çünki sənin fikrin dərsdədir, sonra fikrin dağılır. Biraz baxım, 5 dəqiqə baxdım, bu 10 dəqiqədə baxım, yeni başlayarım. Onsa dərs oxuyacağam da, başqa bir seçim yolum yoxdur. Başqa bir seçim yolu, dərsini oxu, sonra bax da. Elə bir çətin bir şey yoxdur ki, dərsini oxu, sonra bax. Ki, başqa otağa qoy. Əgər baxa belə iradən çatmırsa, başqa bir otağa qoy, o sənin daha yaxşıdır. Sonra özümə deyirəm ki, sən də özümə deyib, mükəmməl oxuma. Mükəmməl oxumanın sənə əmr edilmir. Sadəcə başla. Mən həmişə bu sözü özümə deyirəm ki, mükəmməl oxumasan da başla. Bil ki, sən bir şeydən başlamısan. Sən buradan başlamısan və davam edəcəksən də. Bu cümlə məni necə deyim, sosial şəbəkə deyim də, sosial şəbəkələrdən uzaq edibdir, xilas edib deyək də. Dur, dərsinə başla, mükəmməl olma, amma başla. Bir şeydən başlamısan da, onu öz beynində qur ki, mən başlamışam, əgər mən başlamışamsa, mən bunun davamında gətirə bilərəm də. Yoxsa ki, telefona baxıram, onsa dərsin başındayım. O sənin biraz da vaxtından alır, 10 dəqiqə. 10 dəqiqə başla demişdim, indi də deyirəm, 10 dəqiqə sənin vaxtından alır. O 10 dəqiqədə sən bəlkə də dərsi yarısını öyrənə bilərsən. Balaca bir hissə olsa belə, balaca bir hissəni öyrənə bilərsən. Belə bir sual gəlir adam beyninə. Planım necə olmalı, dərs planım? Dərs planı təbii ki, gündən günə dərs planı dəyişir. Bunun arasında təkrarlarda, əgər təkrar edirsinizsə ola bilər. Məsələn, mənim bir təkrar günüm olur. O da məsələn, 3-cü gün və ya 2-ci gün və ya bazar günü olur. O gündən günə dəyişir də. Məsələn, hansı gün az yorğunamsa, onda edirəm. Məsələn, mən sizə göstərim. Bu mənim keçən həftəki planım. Azı bu həftəki planım deyək də. Bugün ayın neçəsidir? Bu mənim bu həftəki planımdır. 25-i. Axırıncı nə idi? Axırıncı 4-cü gün eləmişəm. Bəli. Biraz istəyirəm. Amma plan qurmasam da mən öyrənmişəm ki, mən bu dərsi oxuyacağım da. Bu gələn həftəki planımdır mənim. Gələn həftə bugündən qurmuşam, eləyim deyəm, birinci gündən başlayım. Belə. Mən günə 10 tapşırıq yazmıram da. Maksimum 3 əsas mövzu üzərində işləyirəm. 3 əsas mövzu üzərində işləyirəm və bəs olur, 10 tapşırıq yazmam. Mən bu qədər tapşırıq yazdım. Mən məsələn 10 tapşırıqdan söhbət getmir. Məsələn, mən 200 tapşırıq yazdım, mən 100 tapşırıq yazdım. Yox. 3 mövzunu oxuyuram, yazıram. Hər dərsə, bu qədər təsəvvürdə sual yazdım, tapşırıq yazdım, yox. Ən əsası saatla yox, mövzu ilə planlayıram da mən. Məsələn deyim, riyaziyyatdan bir mövzu seçirəm, bir də tarixdən müəllimlər verən dərslər deyirəm. Riyaziyyatdan bir mövzu götürürəm, tarixdən bir mövzu. Riyaziyyatı oxuyuram, yazıram və bitdi. Mən məsələn, deyək, evdəyəm, 13:30-dan 15:30-a kimi mən riyaziyyat əldə edəcəm deyə yox. Mən o saatdan deyil. Mövzu ilə planla. Mövzu bu qədərdir. Bəlkə sən heç 2 saatda bəlkə riyaziyyatı qutara bilməyəcəksən, bəlkə tarixi qutara bilməyəcəksən. Ona fikir vermək lazımdır. Sırası, oxuyuram da. 25-30 dəqiqə oxuyuram. Mən saatı əgər belə deyirsinizsə, saatla bu qədər adam yorular. 25-30 dəqiqə oxuyuram, yazıram testlərimi. 5-10 dəqiqə fasilə verirəm də. Amma bu fasilədə təbii ki, telefon yoxdur.
durun, gedin məsələn otağı gəzin, dağınıq olan yerləri düzənə salın. Yəni belə. Yəni telefona baxmayın, telefon havayı 5 dəqiqə, 10 dəqiqə baxın və vaxt getdi. Yəni yoxdur vaxt. Sonra bu planlama sistemi. Bu planlama sistemi mənə nə verdi? Yəni planlama sisteminin mənə nə bəxş etdiyini danışıram. Bu sistem hər gün, yəni bu sistemlə sayəsində hər gün 100% olmuram. Amma hər gün davam edirəm də. Yəni 100% tam olmursan. Yəni stabil gedirsən. Yəni stabil şəkildə gedirsən də. Amma yəni gələcəyə doğru addım atırsan. Yəni onu yadında saxla. Sonra isə axşam yatanda buna görə də yəni vicdanım rahat olur ki, hə mən bunu oxudum. Bir var oxumaq, az oxumaq. Bir var oxumamaq. Oxumamaq var, məsələn mən dərs oxumayanda deyirəm. Məsələn mənim belə günlərim oldu. Dərs oxumayanda mən bunu sabahınca çatdıracağam. Mən bunu sabahınca edəcəm. Yəni fikirləşirəm, təbii ki, dərd məni boğur ki, necə edəcəm mən onu. Amma davam edəndə biraz belə mövzu oxusan, yəni 40% oxu, 50% oxu, 30% oxu, amma oxu. Yəni dərssiz bir gün olmasın deyək. Olsun istirahət gün balalar, amma hər şeyin bir şeyi var da. Məsələn, hə mən 3 saat gəzeyim, 4 saat gəzeyim, əyləneyim, yarım saat dərs oxuyum. Yox. Dərsinə qədər, yəni yadında qalacaq qədər oxu. Axşam yatanda buna görə yəni vicdanım rahat olur ki, mən yəni rahatam. Çünki az da olsa bir addım atmışam da. Yəni bir addım atmışam ki, hə mən oxumuşam, rahatam. Yəni buna görə də heç vaxt motivasiya gözləmir. Yəni motivasiya gözləyən, ilk başda demişdim, motivasiya gözləyən adam heç vaxt başlamır. Yəni bunu yadınızda saxlayın. Motivasiya gözləyən adam yəni başlamır. 5 dəqiqəlik bir hissədə durun başlayın. Yəni məsələn, belə bir şey olur. Hə sabah başlayaram. Sabah olur. Sabah açılır. Eyni şey. Köhnə anım, köhnə versiyasıdır. Yəni biz elə bilirik ki, yəni günün o qədər belə keçməyini öyrətmişik ki, elə bilirik ki, belə də olmalıdır. Belə olmalı deyil. Ömürdən gedir, vaxtdan gedir, yəni zamandan gedir. Zamanımız alınır. O 10 dəqiqəmiz bizdən alınır, aparılır və bir də gəlmir. Yəni məsələn bu gün 2026 25 yanvara bir də qayıda bilməyəcəksən. Bu gündən qayıda bilməyəcəksən. Bu gün bax bu saata qayıda bilməyəcəksən. Yəni ona görə də hər zaman qədrini bilmək lazımdır. Yəni 10 dəqiqə olsa belə 10 dəqiqə dur, hazırlaş. Videom bura qədər idi. Əgər bu videonu sən də bura qədər izləmisənsə, deməli sən də başlamaq istəyirsən. Ona görə də motivasiya gəlsin deyə gözləmə. Sistem qur və davam elə. Ümid edirəm ki, bu video sənə kömək etdi. Əgər kömək etsə bir like at və motivasiyası olmayan bir dostuna göndər. Şərhlərə yaz ki, başlayıram. Gözləyirəm səni.